Narazı qalmaq pisdir, amma biz razı qalmaq üçün yaradılmış bir varlıqlar deyilik. Biz işıqla qaranlığın birləşməsində özümüzü kəşf edib nələr mümkündür deyə yaratmaq və öz potensialımızla üzləşmək üçün burdayıq. Çünki bizim genetikamız, kollektiv şuur olduğumuz yer və s. heç vaxt eyni olmadığına görə hər dəfə fərqli reallıqlar üzə çıxa bilər, fərqli yaradıcılıq üzə çıxa bilər və fərqli bir tərzdə mühit yaradıla bilər həmin insanlar vasitəsilə. Və əgər biz razı qalan varlıqlar olsaydıq, razı qalanlar olsaydıq, biz ümumiyyətlə inkişaf etməzdik. Çünki bizi inkişaf etdirən narazılıqlarımızdır, nəyi istədiklərimizdir və nəyi daha yaxşı istədiklərimizdir, nələr mümkündür deyə görə bilməyimizdir. Yəni zehnimizdə hər hansı bir ideya olur, təsəvvür olur və yaxud da ki, içimizdə narazılıq olur və ona əsasən hər hansısa bir çözüm deyək yaranır. Və burada maraqlı bir nüans var. Narazı qalmaq ilə təşəkkürsüz, şükürsüz olmaq fərqli şeylərdir. Əgər biz narazı qalmağımızla yanaşı eyni zamanda əldə olana təşəkkür edə bilmiriksə, biz ümumiyyətlə heç nə edə bilmirik. Çox limitli oluruq həyatda və bu bizə böyük bir çətinliklər yaradır. Nəyə görə? Narazı qalmaq nəyisə inkişaf etdirməsinə səbəb ola bilər. Çox bəyəndiyim bir cümlə var. İnsan nə edirsə etsin, xoşbəxt olmaq üçün edir. Və biz narazı qaldıqda daha xoş bir həyatı yaşamaq üçün formalaşdıra bilirik. Amma burada bir nüans var. Biz nəyisə yaratmaq üçün artıq əlimizdə olanlardan istifadə edirik. Artıq əlimizdə olanlardan istifadə edə bilməyimiz üçün əlimizdə olanlara qarşı maksimal dərəcədə təşəkkür olmalıdır. Nəyə görə təşəkkür olmalıdır? Çünki biz təşəkkür hiss etdiyimiz zaman onun həqiqətən nə işə yaradığını, əlimizdə olanlarla nə edə biləcəyimizi daha aydın görə bilirik. Çünki o bizim üçün hər hansısa bir ətrafımızda və ya içimizdə və ya zehnimizdə və ya bacarığımızda olan bir detal deyil. O bizim istədiyimizi əslində yarada bilməyimiz üçün bir resursdur. Əgər biz nəyisə düşünürüksə ki, edə bilərik və ya bizi nəsə narahat eləyirsə, həll etmək istəyirik, bunun reallaşması üçün və yaxud da ki, reallaşmasına səbəb olmağımız üçün yetəri qədər ətrafımızda və əlimizdə resurs var. Çox vaxt insanlar narazı qalmaqla da yanaşı fikirləşirlər ki, etməyə İnsanlar deyəndə, yəni mən, siz, fərq yoxdur, hamımızda bu var. Bizi nəsə narahat eləyirsə, düşünürük ki, biz onu düzəldə bilmirik, düzəldə bilməyəcəyik və yaxud da ki, düzəltmək üçün hal-hazırda əlimizdə heç bir resurs yoxdur, imkan yoxdur, əlaqələr yoxdur, pul yoxdur, vaxtı deyil və s. Əslində, əgər içimizdə belə bir istək, tələbat yaranıbsa, həyatımızda, içimizdə, zehnimizdə, bacarığımızda, potensialımızda, enerjimizdə, ətrafımızda bizə lazım olan resurslar var. Amma o resursları görə bilməyimiz üçün bizdə təşəkkür olmalıdır. Şükür biraz fərqli enerjidir, təşəkkür biraz fərqli enerjidir. Şükür o deməkdir ki, nə gözəl ki bu var və bunu alıram, minnətdaram. Əgər bunun içində yetməyən nələrsə varsa, yenə də okeyəm. Artıqlaması inansa da nə gözəl. Təşəkkür etmək isə aldım, qəbul etdim və zövq alıram enerjisini daha çox verir. Və biz əgər həyatımızda olanlardan zövq ala biliriksə, yəni buna təşəkkür enerjisi ilə doluyuqsa, hansı ki təşəkkür enerjisi ən yüksək frekanslı enerjilərdir. Təşəkkür enerjisi ilə biz dolu olanda avtomatik olaraq bizim frekanslarımız yüksəlməyə başlayır. Yüksəlməyə başladıkca biz daha çox fürsətlər görə bilirik, nəinki görə bilirik. Biz daha üstün bir frekansda olduğumuz üçün həyat özü də başlayır bizə lazım olanları verməyə. Çünki biz təşəkkür doluyuq. Yəni biz gördüklərimizin fərqindəyik, həyatın bizə verdiyinin zövqünü alırıq və yenidən həyat üçün nələrsə etməyə hazırıq.
Amma əgər biz narazıyıqsa və eyni zamanda təşəkkürümüz yoxdursa, bu o deməkdir ki, mən onsuz da heç nə yarada bilməyəcəm, çünki olanların və daha öncə yaradılanların, insanların daha öncə çalışıb yaratdıqları və yaxud da ki, həyatın verdikləri və yaxud da ki, yaradanın verdiklərini artıq mən nə başa düşmürəm, nə zövq almıram, nə təşəkkür hiss etmirəm, nə də bunu qiymətləndirmirəm. Əgər mən bunu qiymətləndirmirəmsə, zövq almıramsa, mənim etdiyimin də bir dəyəri, mənası və yeri olmayacağına görə həyat bizə yetəri qədər dəstək olmur, ümumiyyətlə həyatda mane ola bilir. Amma təşəkkür etdikdə biz sevgi dolu bir yanaşma hiss etməyə başlayırıq. Həm özümüzə, həm daxilimizə, həm bədənimizə, həm həyatımıza, həm yaradana, həm həyata, hər şeyə qarşı təşəkkür, həzz və sevgi. Bu bizi daha böyük bir işlər görməyə, daha fərqli bir şeyləri yaratmağa, öz potensialımıza uyğun həyata yenilik gətirməyə bizə imkan verir, şərait yaradır və əlavə hiss etdiyimiz zövqün gücünü artırmağa başlayır. Boşluq hiss edən boşluğunu artıracaq. Zövq hiss edən zövqünü gücləndirəcək. Enerji və dəyişim proqramında bunların ətrafında çox danışırıq, araşdırırıq, gərəkli olanları kəşf edirik, içimizdə olanları korreksiya edirik, əgər bizə bu lazımdırsa və bunu artıq ifadə etməyə başlayırıq. İşığımızı ətrafa saça bilirik, nurlana bilirik və həyatla dostlaşıb, özümüzlə dostlaşıb, həyatımızdakı insanlarla dostlaşıb, daha yaxşı bir həyat üçün çalışa bilirik. Suallarınız varsa mənə yazın. Enerji və dəyişim proqramına qoşulmaq üçün yenə də yazın. Hələlik.